Salam dəyərli izləyicilər, dəyərli futbol sevərlər, hər birinizi xoş gördük. O möhtəşəm gün gəldi çatdı. Çempionlar Liqasının 3-cü turunda Qarabağ komandası Atletik Bilbao'nun qonağıdır. Düzdür, Gənclər Liqasında 3-0 hesabı ilə Qarabağ komandası məğlub oldu və cədvəldə sonuncu pilləyə yuvarlandı. Amma üzülməyək, çünki əsas komandamızın revanş almaq niyyəti var, istəyi var və gücü var. Bir qədər sonra start götürəcək maç barəsində oyun öncəsi bütün məlumatlar sizin nəzərinizə çatdıracağam. Maça qədər mütləq bu videonu sona qədər izləyin, olduqca maraqlı məlumatlar sizin nəzərinizə çatdıracağam. Videonu bəyənin, şərhlər bölümündə fikirlərinizi mütləq yazın. Oyun haqqında hesab təxminlərinizi yazın dəyərli dostlar. Görək kimlər oyun başlamamış doğru təxmin edə bilir. Abunə deyilsinizsə, abunə olub bildirişi açıq tutun ki, bir qədər sonra oyunu canlı yayımda şərh edərkən siz də izləyə biləsiniz. Mən isə məlumatlara keçid alım. Dəyərli izləyicilər, bildiyiniz kimi UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda dünən 9 qarşılaşma baş tutdu. Bugün daha 9 qarşılaşma başlayacaq. Dünən 6-1 hesabı ilə Barcelona Olympiakosu məğlub etdi. Arsenal 4-0 hesabı ilə Atletikonu məğlub etdi. Bayer Leverkusen PSG maçı 2-7 hesabı ilə PSG-nin qələbəsi ilə yekunlaşdı. Villarreal öz meydanda Manchester City 2-0 hesabı ilə məğlub oldu. PSV Napolini 6-2 hesabı ilə darmadağın etdi. Kopenhagen Borussia Dortmund maçı qonaq komandanın 4-2 hesablı qələbəsi ilə başa çatdı. Union Royal Belçika komandası Inter İtaliya komandasına öz meydanda 4-0 hesabı ilə məğlub oldu. Newcastle isə Benfica komandasını öz meydanda 3-0 hesabı ilə məğlub etdi. Kairat isə qırmızı vərəqə almış Pafosu məğlub edə bilmədi. 0-0 hesabı ilə oyun yekunlaşdı. Qeyd etdiyim kimi bugün daha 9 qarşılaşma başlayacaq. Atletik Bilbao komandası Qarabağı qonaq edəcək. Galatasarayın Bodo Glimt-lə qarşı-qarşıya gələcək. Monaco Tottenham ilə qarşılaşacaq. Atalanta Slavia Praga ilə qarşılaşacaq. Chelsea Ajax ilə qarşılaşacaq. Eintracht Liverpool-la, Bavariya Brügge ilə, Real Madrid Juventus-la, eyni zamanda Sporting də Marseille ilə qarşı-qarşıya gələcək. Həyəcanla gözlədiyimiz o gün gəldi çatdı. Qarabağ bugün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turu çərçivəsində növbəti maçına çıxacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv səfərdə İspaniya təmsilçisi Atletiklə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 20:45-də start götürəcək. Qeyd edək ki, geridə qalan 2 turdan sonra Qarabağın 6, Atletikin isə xalı yoxdur. San Mamés stadionunda baş tutacaq oyunu Xorvatiyadan olan hakim Igor Payac idarə edəcək. Sizcə Qarabağ komandası bu görüşdən də qələbə ilə ayrıla bilərmi? Xəbər verdiyimiz kimi Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunun növbəti oyunları bugün keçiriləcək. 4 qarşılaşma Azərbaycan televiziyaları vasitəsilə canlı yayımda təqdim olunacaq. Qeyd edim ki, Atletik Bilbao Qarabağ maçı ictimai televiziya vasitəsilə saat 20:45-də canlı yayımda təqdim olunacaq. Eyni vaxtda CBC Sport kanalı və TRT1 kanalı Galatasaray Bodo Glimt maçını canlı yayımlayacaq. Saat 23:00-da isə Eintracht Liverpool maçı ictimai televiziyada, Real Juventus maçı isə CBC Sportda canlı yayımda sizlərə təqdim olunacaq. Xoş seyirlər. Azərbaycan çempionu səfərdə Atletik Bilbao üzərində qələbə qazanarsa futbolçularına böyük miqdarda mükafat verəcək. Məbləğ 110-120 min manatdan başlayır. Bu əsas heyətdə meydana çıxacaq oyunculara çatacaq vəsaitdir. Bir xal əldə olunarsa göstərilən rəqəmin yarısı qədər pul əldə ediləcək. Azərbaycan çempionu birinci turda Portuqaliyada Benficanı 3-2 hesabı ilə üstələyib. Köhlən atlar daha sonra Bakıda Danimarka təmsilçisi Kopenhagenə qalib gəlib. Ağdam təmsilçisi Portuqaliya səfərində qeydə alınan nəticəyə görə futbolçularının hər birinə 100 min manatın üstünə mükafat ödəyib. Kopenhagen üzərində qələbə isə onları 80 min manat civarında irəli salıb. Ötən gün Qarabağın baş məşqçisi Qurban Qurbanovun Atletik ilə oyun öncəsi mətbuat konferansından sonra maraqlı anlar yaşanıb. Türkiyənin idman səhifəsi Z-Sporun blogeri Rəcəb Qaya Qurban Qurbanova sürpriz edib. O, Ağdam təmsilçisi üçün dəstək video çarxı hazırlayıb. Belə ki, sözügedən video çarxda İngiltərə, İran, Qazaxıstan, Almaniya, Türkmənistan, Belçika və Türkiyənin bir sıra şəhərlərindən insanlar Qarabağa inandıqlarını və dəstək olduqlarını bildiriblər. Qurban Qurbanov videonu izləyərək təsirlənib. Bloger Rıza Kaya isə paylaşıma bu sözləri yazıb. Qurban hocanı Atletik maçından əvvəl kövrəltdi. Mənim isə videoda daha çox diqqətimi çəkən Azərbaycan bayrağının tərs tutulmasıdır. Bu qədər də olmaz. Buradan Türkiyəli qardaşlarımıza bir daha müraciət edirəm. Bizim bayrağımızda mavi rəng yuxarıda, yaşıl rəng aşağıdadır. Etdiyiniz sürpriz doğrudan da möhtəşəmdir. Bu, Qurban Qurbanova və komandasına oyun öncəsi motivasiya verəcək. Amma belə videolar çəkərkən diqqətli olmaq vacibdir.
Bu gün Qarabağın 19 yaşlardan ibarət komandası UEFA Gənclər Liqasında 3-cü turda oyuna çıxıb. Ağdam təmsilçisi səfərdə Atletiklə qarşılaşıb. Rəşad Sadıqovun komandası görüşdə 3-0 hesabı ilə məğlub olub. Oyunu İsraildən olan Hakimlər Briqadası idarə edib, referi Qan Levi olub. Hazırda turnir cədvəlində Qarabağ 0 xalla 36-cı, yəni sonuncu pillədə qarşılaşıb. Atletik isə 9 xalla 1-ci yerdədir. Qeyd edək ki, Qarabağın 19 yaşlardan ibarət komandası ilk maçda Benficaya 7-1 hesabı ilə, ikinci oyunda isə Kopenhagenə 5-0 hesabı ilə uduzub. Maşallah, buraxılan qolların sayını azaldırıq. İlk oyunda 7 qol, ikinci oyunda 5 qol, üçüncü oyunda 3 qol. Dəyərli izləyicilər, bu sizə çatdıracağımız sonuncu xəbərdir. Düşünürəm ki, sizlər üçün də maraqlı xəbərlər oldu. Elə isə videonu bəyənin və şərhlər bölümündə fikirlərinizi yazın. Kanala abunə deyilsinizsə, abunə olub bildirişlər açıq tutun ki, canlı yayımımızı izləyə biləsiniz. Bir qədər sonra canlı yayımda görüşmək ümidi ilə. Hələlik.